ki, əsas məqam sulandı sözü ilə bağlıdır. Sulandı sözü 4 dənə nümunədə sulandı sözlərini vermişəm. Sulandı, sulandı, sulandı və sonda digər bir sulandı feili. Bu sulandı sözləri feilin hansı qrammatik məna növündədir, onları yazacağam, qeyd edəcəm. Fərqli mənalarda işlənilib. Yəni kababın sulanması, gözlərin sulanması, ağacların sulanması, yəni feilin hansı qrammatik məna növünə aiddir. Biz onları tapacağıq və ən əsası da düzgün şəkildə kök və şəkilçiyə ayıracaq sözləri. Kabab sulandı. Bu cümlədə sulandı sözü. Baxın, ümumiyyətlə kabab sulandı nə deməkdir? Yəni artıq kababın bişməsi mənasındadır da kababın sulanması. Yəni su, baxın burada sulamaqdan söhbət getmir. Yəni kabab öz-özünü sulamır. Kabab sulanır, düzdürmü? Yəni sulanmaq, sulandı. Bu şəkildə olacaq. Yəni kabab sulanır, öz-özünə sulanır, düzdürmü? Yəni düzgün şəkildə bu cür kök və şəkilçiyə ayrılır və lan deyə bir feilin qrammatik məna növünün şəkilçisi olmadığı üçün bu təbii ki məlum növ olmuş olur. Bu məlum növdür. Gözlərim sulandı isə, baxın, burada da eyni şəkildə gözü kimsə sulamır. Göz özlüyündə sulanır. Yəni su, sulanmaq, sulandı. Bu da eyni şəkildə məlum növdədir. Çünki biz bilirik ki, lan deyə bir feilin qrammatik məna növündə nə məchulun, nə qayıdışın, nə icbarın, nə qarşılıq birgəliyin, yəni belə bir şəkilçisi yoxdur. Lan deyə bir şəkilçi yoxdur. Ona görə biz bunu məlum növdə götürürük. Amma ağaclar sulananda artıq dəyişir. Yəni ağacı kimsə sulayır da, düzdürmü? Su, sulamaq, sulanmaq. Ümumiyyətlə lanlar şəkilçisi, bəzən ıntı şəkilçisi həm bir leksik şəkilçi, həm də iki leksik şəkilçi kimi götürülə bilər. Yəni bir hecada iki leksik də ola bilər və yaxud bir leksik də ola bilər. Birdə ikili olduğu kimi. Ağacları isə kimsə sulaya bilər. Yəni sulamaq, sulamaqdan sulanmaq yaranır. Sulanmaq feili və d isə zaman şəkilçisi. Yəni n şəkilçisi var burada. Və biz bilirik ki, həqiqətən də ağaclar kimsə tərəfindən sulanırsa, burada artıq bir məchulluq var. Yəni birinci mənaya baxırıq. Ağaclar sulandı, bilinmir və sonra isə şəkilçiyə baxırıq. N şəkilçisi var da, yəni n. Bu da məchul növü şəkilçisi olduğu üçün və məna da uyğun gəldiyi üçün biz bunu məchul növ deyirik. Yəni məchul növdə subyekt bərpa olunur, amma bərpa eləyə bilirik. Məsələn, ağaclar kimsə tərəfindən sulandı, əli olsun, bəli olsun, amma yenə də məchul növ olmuş olur. Çünki biz onu təsəvvür edirik. Dördüncüdə isə artıq yenə sulandı sözümüz var. Burada isə sulandı sözü yenə məchul növdədir. Çünki bağban tərəfindən. Deyəcəksiniz, bəs bağban var da, yəni burada subyekt var. Niyə mən sulandı sözünü məlum götürməyim? Çünki baxın, tərəfində söz var. Yəni burada bağban subyekt olsa da subyekt öz vəzifəsini itirib. Çünki subyekt gəlib olub tamamlıq bağban tərəfindən. Halbuki subyektin vəzifəsi mübtədi olmaqdır. Ağaclar isə obyekt gəlib olub mübtədi. Yəni yerləri dəyişibdir. Yəni burada sulandı yenə də məchul növdə olmuş olur. Yəni məlum növdə deyil. Yəni bağban sözü olsa bile. Çünki bizim həm şəkilçimiz var, həm də burada subyekt olsa da subyekt öz vəzifəsini itirib. Yəni tərəfindən sözünü görsək, bilinç burada artıq o subyekt bir yerdə, tərəfindən söz bir yerdə tamamlıq götürüləcək. Və yenə də sulandı sözü burada məchul növ olmuş olur. Sadəcə birinci və ikinci nümunələrdə məlum növ olur.